Hər il salamlayıram. Bilirsiniz ki, mən 11 aydan çoxdur ki, YouTube-dayam. Hər gün video atdığım vaxt olub, heç bir ay belə video atmadığım vaxtlar olub. Çünki həvəsim çox pis ölmüşdü YouTube-a. İndi özümə gəlib başlamışam videolar atmağa. Hardasa bir həftə olar ki, dayanmadan video atıram və belə də olacaq. Heç vaxt yəni dəyişdirməyəcəm, yəni paylaşım saatlarını falan. Eyni saat 18:00-da davam edib video paylaşmağa çalışacağam. Əvvəlki günlərdəki kimi. Bilirsiniz ki, mənim 3500-ə yaxın abunəm var. Bu abunəni 11 aya yığmaq çətin oldu həqiqətən. Hər gün video atdığım, yəni də bayaq dedim də, məni izləyənlər də bilir ki, hər gün video atdığım vaxtlar çox olub. İzləndi, izlənmədi qədər hər gün video atacağam. Heç nə dəyişməyəcək. Bu gün də ayın 2-sidir, martın 2-sidir. 2026-cı il. Biraz ili deməkdə çətinlik çəkdim. Çünki beynim çox dolub, həqiqətən səhər-səhər deyə üzürlü sayın. Ümumiyyətlə, bu yolda mənə dəstək olsa sevinərəm. Nəysə də gələcəkdə oturub bu videoya baxacağam. 5 ilə, 3 ilə, nə vaxtsa. Yəni abunəm falan qalxdı. Hardasa 10.000 abunə oldum. 10.000 abunə. 10.000 abunə olan kimi bu videoya baxacağam. Reaksiya verib sizlər üçün paylaşacağam ki, mən neçə il bundan qabaq belə bir video çəkmişəm. Həyat da bilmiyorsunuz, bəlkə bir aya mən 10.000 abunə oldum. Oydu, 10.000 abunə. İndiki hədəfimiz 5.000 abunə, sonraki hədəfimiz 10.000 abunədir. Dəstək olun da. Bomba reaksiya videolar gələcək. Yəni daha da maraqlı eləməyə çalışacağam, fərqli şeylər gətirəcəm. Amma ki, reaksiyadan fərqli video, çox fərqli bir video çəkməyəcəm. Necə deyim? Çünki artıq kanal reaksiya kanalı olub. İzləyicilər üçün arada fərqli bir də əyləncə videolar çəkərəm, reaksiyadan əlavə. O da siz istəsəz əgər. Amma reaksiyanı çox sevirəm. Rahatlığına görə yox, onun montajı falan biraz çətin olur. Daha doğrusu özü telefonda montaj edirəm deyə dona biraz çətin olur. Amma ki, reaksiya mənə çox xoş gəlirdi. Çox rahat deməyim. Çox yəni necə deyim? Necə izah edeyim? Reaksiya videoları çəkənlər bilər. Maraq var da, başa düşdünüz necə? Maraq var, həvəs var ki, reaksiya çək. Nəysə də ala belə yəni 10.000 abunə bilmirəm neçə ildə neçə ay olacam. Amma ki, bu videonu 10.000 abunədə paylaşacağam. 10.000 abunədə paylaşmayacağam, yəni 10.000 abunədə buna reaksiya verəcəm ki, mən belə bir video çəkmişəm, baxın, izləyin. İnşallah hər şey yaxşı olar. Sizin dəstələriniz sayəsində hər şey yaxşıya doğru gedir yavaş-yavaş. Video izləndi, izlənmədi, videolar atmağa çalışacağam. Mən onsuz da bura, yəni mənim üçün pul zad həmişə demişəm də, pula görə falan çəksəydim heç nə qazanmamışam. Mən niyə görə YouTube çəkməyim ki? Nəysə də yerindən zamandan asılı olmaraq videolar çəkməyə çalışacağam. Köhnə videolarım falan var, izləyə bilərsiniz onları da kanalda. Çox bomba bir videolar olub demirəm, çünki bomba falan olmayıb. İndilərdə videolarımı yaxşılaşdırmağa çalışıram. Biraz montajı falan artırmışam. Ancaq köhnələrdən YouTube'dan başım falan çox çıxmırdı həqiqətən. Həm də ki, telefonum donurdu, indində özünə gəlib. Bilmirəm, hava telefona soyuq olub donurdu mu, yoxsa isti olub donurdu mu bilmirəm. Telefonumda ciddi problemlər var. Məndən 5 betər. Like atın, abunə olun, yorum yazın. Bir də ki, abunə olun da, bayaq dedim də mən başım açılır çox. Səhər-səhər deyə. İndi ki, bomba xəyallarım var. Nəysə də partlayış eləyəcəm də. İlk videomda da demişəm, burada da deyirəm də, əl çəkməyəcəm də. Bir ay əl çəkdim. Elə bil ki, heç nə həvəsim yox. Bir ki, heç nə həvəsim yox idi da. Məncə, insanın nəyəsə həvəsi olanda daha möhtəşəm olur insan, çox sevinir. Partladım geçsin. Cəmaət status bəyənir, cəmaət yatmayıb. Nəysə. Dayanaq belə biraz. Həqiqətən də başım qaçıb, belə səhər-səhər. Yuxulu-yuxuluyam. Sizi sevirəm, abunələrimi çox sevirəm. Mənə dəstək olan hər bir kəs sevirəm. Həqiqətən də siz bilmirsiniz məndə olan sevinci. Videoya yorum gələndə həqiqətən çox sevinirəm ki, mənə dəstək olan insanlar var. Məni izləyənlər var.
Düzdür, arada pis yorum falan yazanlar olur. Arada olur o da, həmişə deməyim. Çünki mənə dəstək olanlar da var. 3500-ə yaxın abunəm var. Yəni bu çox az bir rəqəm deyil. Düzdür, mən özümü tərifləmirəm. Bu hamısı mənim yox, sizin sayənizdadır. Yəni onsuz da özümü tərifləməyi çox da sevmirəm. Nəysə, mən bir nömrəyəm. Zarafat edin. Gəlin duadır. Görüşmək ümidilə. Sağ olun, sevilirsiniz. İkinci dəfə də sağollaşıram. Sağollaşa bilmirəm.